Salamlar, vaxtınız xeyir dəyərli tələbələr. Bu gün sizinlə birlikdə yeni, fərqli bir videoda qarşınızdayam. Bundan əvvəlki videolarda sadəcə ilk videomuz ali fizikaya özəldir. İkinci videomuz isə yenə daha doğrusu ali fizika videosunun ikinci hissəsidir bu. Bu hissədə keçmiş mövzu izahlarında izah elədiyimiz tam mexaniki enerji mövzusunda olan kinetik enerji hissəsidir. Bu gün kinetik enerjinin əslində nə olduğunu həqiqətən də, yəni bizə orta məktəbdə öyrədilməyən hissələrini və bu əsas kinetik enerjinin ifadə düsturlarının haradan çıxarılışını, yəni bu o dərin enerji mövzusunu bu gün izah eləyəcəyik. Vaxt itirmədən başlayaq. Aha. İlk öncəliklə burada bir fərziyyə fikirləşməmiz lazımdır. Necə bir fərziyyə? Məsəl üçün, müəyyən sürətlə hərəkət edən bir cisim var. Məsəl üçün, çəkək. Müəyyən bir sürətlə deyək ki, hərəkət edən bir cisim var və kütləsi deyək ki, M-dir. Aha. Və həmin bu cismə, məsəl üçün, bunu və ya bunu da belə eləyə bilər ki, həmin bu cismin ilk haldakı vəziyyətini çəkməyək, əvvəlki haldakı vəziyyətini çəkək. Bu cisim buradadır. Bu cismə, məsəl üçün, arxadan bir F qüvvəsi tətbiq edilərsə, məsəl üçün, F qüvvəsi tətbiq edildiyi anda bu hərəkət mövqeyini dəyişəcək. Yəni, bu əvvəl cisim sükunətdə idi, yəni V bərabərdir 0. V bərabərdir, 0 olduğunda, o zaman, bu hissəyə qədər gəlir deyəlim ki. Aha. Və buradan sonra burada bu hissəyə gələndə müəyyən bir V qiymətini alacaq. V qiymətini aldığı anda bu cismə, bu cisim bu hissədən, yəni birinci haldakı sonundan, ikinci haldakı sonu arasındakı məsafə. Bu hissəyə deyəcəyik bir yol, yəni yer dəyişmə də deyə bilərik. Yer dəyişməni də bir x dəyişəni olaraq götürdüm. Aha. İndi burada nəyə diqqət etmək lazımdır? Burada əgər biz kinetik enerjiyə baxırıqsa, indi bu vəziyyətdən, yəni bu halda bu orta məktəb savadı ilə olan bir uşaq qayıdıb deyər ki, müəllim, burada cisim hərəkət edir, sadəcə burada axı kinetik enerji yoxdur axı, amma burada şey də var, potensial enerji də var, sadəcə kinetik enerji yoxdur. Bəli, düzdür. Amma biz burada kinetik enerjiyə baxdığımız üçün bizə potensial enerji maraqlı deyil. Ona görə sadəcə biz full fokus kinetikaya gedəcəyik. İndi bu ifadədən belə bir şey müəyyənləşdirə bilərik. Əgər ki, M kütləli cismə bir F qüvvəsi tətbiq olunduğunu fərz eləyək və bunu müəyyən bir zaman intervalında eləyibdir. Və bu zaman intervalında həmin o təsir nəticəsində, yəni F təsirinin M kütləli cismə təsir etdiyi nəticəsində müəyyən bir x qədər yol gedibdir. Yəni yer dəyişmə eləyibdir. Və bu yer dəyişmədən sonra cisim müəyyən bir V sürəti əldə edibdir. Və V sürəti əldə etdiyi halda o zaman biz belə bir nəticəyə gəlirik ki, F qüvvəsinin müəyyən bir x yolunda göstərdiyi, yəni və ya o dx yolunda göstərdiyi iş nəticəsində əvvəlcə sükunət halında olan cisim V sürəti əldə etdiyindən həmin bu M kütləli cisimə, cismin malik olduğu kinetik enerji zaten bu dx yolunda görülən işə bərabərdir. Yəni kinetik enerjinin ki, bu tərif birazcık uzun bir tərifdir.
Amma buradan hissə baxıldığı zaman çətin bir şey deyil. Yəni kinetik enerji eləyən çox gözəl bir tərifdir. Yəni deyir ki, bu cisim ilk halda sükunətdədir qardaş. Bu sükunətdəki olan cismə müəyyən bir deməli F qüvvəsi tətbiq olunubdur və bu F qüvvəsi deməli tətbiq olunduqdan sonra əlbəttə ki, bu cisim müəyyən bir x qədər yerini dəyişəcək və müəyyən qədər x qədər yerini dəyişdiyi zaman məsəl üçün stolun üstünə bir dənə şey qoymusunuz. Məsəl üçün kitabça qoymusunuz. Kitabçanın arxadan məsəl üçün itələsiz hər hansı bir deməli F qüvvəsi ilə və görəsiniz ki, o kitab müəyyən bir məsafə uzağa getdi və sürət əldə eləyib bu zaman. Yəni bu cisim buradaydı deyək ki, bu gəldi bura qədər müəyyən bir sürət artıq hərəkət etməyə başlayacaq. Və sizin bu deməli arxadan tətbiq etdiyiniz bu qüvvə nə qədər böyükdürsə, buradakı bu x dəyişəni də o qədər böyük olacaq. Yəni burada çətin bir tərif yoxdur. Yəni sadəcə ən sadə yolla deyir ki, yəni bu cismə nə qədər böyük qüvvə tətbiq edilirsə, o qədər çox yerini dəyişir və o qədər çox sürət əldə edir. Bu qədər yəni. Və sadəcə burada ilk hissə olaraqdan enerji hissəsinə deməli değinmək istədim. O zaman biz az öncə deməli söylədiyimiz kimi həmin bu cismin deməli malik olduğu kinetik enerji həmin bu yolda görülən işə bərabərdirsə, o zaman deməli A bərabərdir Y kinetik olacaq. İndi A bərabərdir Y kinetik olduğundan o zaman mən deməli belə bir şey yaza bilərəm. Bunu səliqəli yazaq. Y kinetik bərabərdir. İndi getdik buradan sonra. Aha, bu hissəni belə eləyim. Bir saniyə. Aha. İndi deməli Y kinetik biz nə dedik burada? Y kinetik cismin malik olduğu Y kinetik əslində buradakı M kütləli cismə müəyyən bir F qüvvəsi təsir edir. Və bu X yolunda müəyyən bir F qüvvəsi təsir eləyirsə, o zaman mən bu ifadəni deməli sadələşdirsəm, daha doğrusu mən bu ifadə üçün yazılan nəticəni yazarsam A bərabərdir, deməli Y kinetik, o da bərabərdir integral. Görürəm ki, cismin sürəti ən başda sıfırdır. Sonra müəyyən bir V sürəti alıbdır. O zaman deməli integralın sərhədini sıfırdan V-yə qədər alacağıq. Sıfırdan V-yə qədər aldıqdan sonra deməli burada F dx. Çünki müəyyən bir deməli bu qüvvə deməli həmin bu cismə təsir eləyib ki, müəyyən bir x qədər yer dəyişmə eləyibdir. Və bu deməli cismin yolda aldığı müəyyən kütləli cisim üçün yolda aldığı təcil yazarsaq əgər ki, buradan sıfırdan V-yə ma dx olacaq. O zaman buradan da bərabərdir integral sıfırdan V-yə. Mən bu A-nı, A nəyə bərabərdir? Orta mərtəbədən də bilirik ki, delta V böl delta T. Üzr istəyirəm, bu delta T. Və mən bunu integral altına salanda, o zaman belə olacaq. M vurulsun dV bölünsün dt vurulsun dx. O da bərabərdir. Deməli, integral, üzr istəyirəm, bu nətər integraldır? İntegral sıfırdan deməli V-yə qədər. Deməli, indi burada V-ni biz yazdıq. V-ni yazdıqdan sonra biz burada nə görürük? Baxın, deməli, V-nin T-yə olan nisbəti var. Yaxşı, mən buradakı bu X-i, bu V ilə yerlərini dəyişdirsəm, yəni bu V-ni mən bu hissəyə alsam, bu X-i də mən V-nin yerinə alsam, bu ifadədən nə çıxır? M vurulsun, deməli dx bölünsün dt vurulsun dv. O da bərabərdir integral sıfırdan V-yə. Mən nə görürəm? Görürəm ki, bu x bölünsün t bizə əslində zaten V-nin özünü yenə verir. Yəni, orta mərtəbdə V bərabərdir S böl T deyilmi? S-in yerinə x yazdıq. T-nin də yerinə zaten T-dir. Sadəcə integral altına saldığımız üçün deməli sərhəd deməli diferensialında belə yazmış olacağıq. Aha, o zaman deməli bu hissə üçün arxasına gətirərsək, deməli olacaq M
vurulsun V vur dv o da bərabərdir. Burada deməli biz m-i çıxarsaq çölə, inteqraldan çölə sabit kimi. O zaman deməli m vurulsun integral sıfırdan v-yə. Deməli v vur dv və inteqralın gəlin sərhədlərini açaq. Birinci v qoyduq. V mv böl 2 mv alta getdi 2. Sonra da 0 qoyanda v. Aha. Həqiqətən də mv kvadratı bölünsün 2 düsturunu almış oluruq. Bu da kinetik enerjinin deməli həm həqiqətən də necə yarandığını və bu deməli fix nəzəriyyə deməli hissəsində necə bir rol oynadığını gördük. Yəni bu kinetik enerjinin yaranması, bu da kinetik enerjinin həmin bu iş zamanı görülən enerjinin deməli bərabərliyindən aldıq. Yəni belə. Bu hissədən bizdə alınan nəticə budur. Bizdə orta məktəbdə məsəl üçün nə deyilir? Belə düstur yazırdılar, deyirlər ki, V sürəti ilə hərəkət edən M kütləli cismin malik olduğu enerji mv kvadratı bölünsün 2. Bu da onun isbatı. Həqiqətən də burada sadəcə biz ilk hala baxmadıq. Biz aslında burada 2 hal var. Əslində 3 hal var. 3 hal var. Biz sadəcə bunun ilk halına baxdıq. Bu deməli cisim sükunətdə ola bilər. Cisim deməli müəyyən bir V sürəti ilə hərəkət edə bilər və ya cisim deməli müəyyən bir impuls deməli dəyişməsi və impuls saxlanma qanunu ilə hərəkət edə bilər. Təbii ki, o deməli birazcık fərqli nəzəriyyələrdir. O yüzden də ona deməli fərqli bir videoda deməli baxacağıq, narahat olmayın. Yəni M kütləli cisimdir, sükunətdədir. Müəyyən bir qüvvənin təsiri altında bu cisim hərəkətə başlayırsa və müəyyən qədər yer dəyişmə eləyirsə və bu yer dəyişməni də deməli bildiğiniz düz integral altına salaraq həll edə bilirsiniz. Yəni niyəsə istər müəllimlərdə olsun, istər tələbələrdə olsun, integral görən kimi fizikada həmən deyirəm, üzr istəyirəm. Yəni integral görən kimi yəni uzaqlaşırlar. Yəni integral bu işin içidir. Orta məktəbdə öyrəndiyimiz fizikanın heç %2'si, %3'ü falan olar. Yəni %3'ü belə olmaz yəni. Bizim öyrəndiyimiz, bizim orta məktəbdə uşaqlara öyrətdiyimiz fizika həqiqətən deyirəm, yəni çox kiçik bir nəzəriyyədir yəni. Onu öyrətsən uşağın ağlı qarışır. Müəllim, bunu öyrənmək lazımdır. Da qayıdıb deyəmirsən ki, məsəl üçün bunu da öyrənmək lazımdır əslində sənə, amma sənə lazım deyil. Sən yəni universitetə girmək üçün çalışırsan, fizikaçı olmaq istəmirsən ki, hə, təbii ki, fizikaya marağı olan uşaqlara mən bundan da çoxunu deyirəm. Əlavə də edirəm. Hətta deməli vəsaitlərlə həmçinin dəstək də göstərməyə çalışıram. Bu yəni anlatmaq istədiyim şey, yəni ali fizikanın əslində necə gözəl bir şey olduğunu sizə göstərməkdir. Yaxşı, çox danışdıq. Mövzuzamıza deməli son bir hissəsi qaldı. Əsas kinetik enerjinin nə olduğunu burada anladıq. Əgər məsəl üçün yenə bir müəyyən bir cismimiz var. Yenə bu eyni bu şəraitə baxırıq, amma bu dəfə V bərabər 0 olmasın. V müəyyən bir sürətlə hərəkət eləsin. Yəni necə? Bir saniyə. Bu birinci hal yazaq buna. Buna A halı yazaq. Buna da yazaq bir B halı. Deməli müəyyən bir cismimiz var yenə. Buna yenə bir F qüvvəsi deməli təsir eləyir. Üzr istəyirəm. Aha. Müəyyən bir F qüvvəsi tətbiq eləyir və bu cisim deməli hərəkət yolunu dəyişir. Deməli hərəkət yolunu bu hissədən necə dəyişə bilər? Hətta bunu da sileyim. Belə çəkək. Deməli. Məsəl üçün bu hissəyə gəlib deyəlim ki. Və bu cisim zaten bu F qüvvəsi deməli tətbiq olunmazına və zaten bu cisim yəni hərəkət eləyirdi. Buna deyək V1 sürəti. Yəni bu cisim
sükunətdə deyildi. Bu ilk haldakı baxdığımız sükunətdəki olan cismə tətbiq olunan F qüvvəsinin hərəkət xarakteristikası idi. Burada isə zaten hərəkət edən bir cismə təsir edən F qüvvəsi hərəkət xarakteristikası olacaq və bu ikinci cisimdə o zaman bu hissədən bir V2 sürəti almış olacaq. Və yenə eynən həmin o nüsxəni yazarsak, nüsxə hissəsindən buraya yazarsak deməli, buradan deməli bu hissəyə qədər. Yəni yenə eyni qədər bir x qədər yol gedəcək. O zaman burada biz nə deyirik? Deyirik ki, əgər bu hərəkət müəyyən bir zaman müddətində deməli olursa və bu cismə deməli F qüvvəsi birinci V1 sürətli cismə hərəkət zamanı V2 sürəti alırsa, yəni V1-dən V2-yə keçir. Yəni cismin ilk deməli inteqralın ilk sərhədi V1 olacaq, ikincisi V2 olacaq. Nətər ki, biz burada deməli cismin ilk sürəti 0-dır, ikinci sürəti V idi və sərhədlər də ona görə 0 və V aldıq və burada da cismin birinci sürəti V1-dir. Deməli cismin alt sərhədi V1 olacaq, üst sərhədi V2 olacaq. Və bu hissədə deməli həmin bu görülən iş kinetik enerjiyə bərabər olduğu üçün o zaman bu dəfə kinetik enerjinin deməli dəyişmə tənliyinə baxacağıq. Deməli bu hissədən də həmin o dəyişmə tənliyini yazarsaq, deməli A bərabərdir delta Y deməli kinetik. O da bərabərdir integral üçün yazarsak, deməli integral V1-dən V2-yə qədər bu hissədən yerləşməyəcək, bu hissədən yazaq. A bərabərdir deməli delta Y deməli kinetik bərabərdir inteqralın sərhədləri V1-dən V2-yə qədər yenə F dx yazacağıq. Ondan sonra yenə açacağıq deməli V1-dən V2-yə qədər. F-i deməli M kütləli cisim olduğu üçün və hərəkət zamanı müəyyən bir təcil aldığı üçün MA dx yazacağıq. O da bərabərdir. Deməli V1-dən V2-yə qədər A-nı necə açdıq əvvəlkəndə? M vurulsun dv bölünsün dt vurulsun dx. O da bərabərdir. Deməli integral V1-dən deməli integral V1-dən V2-yə qədər. Deməli M buradan dx-i bu tərəfə atsaq, bölsək dt-yə vurulsun dv yazarsaq, o zaman integral V1-dən deməli V2-yə kimi. Bu hissədən nə alınacaq? Bu hissədən alınacaq deməli M, V, D, V və M-i sabit kimi çölə çıxardarsaq V1-dən V2-yə kimi deməli V, D, V. Və ilk sərhədin hissəsi V1-dir, ikinci sərhədin hissəsi V2, yəni alt sərhəd, üst sərhəd. Alt sərhəddə üst sərhədi deməli yazarsak, deməli üst sərhəd çıxılsın alt sərhəd olacaq və deməli buradan da alırıq ki, MV kvadratı bölünsün MV2 kvadratı bölünsün 2 çıxılsın MV1 kvadratı bölünsün 2. Çünki üst sərhədin alt sərhədi olan deməli fərqi götürülür burada. Bu qədər. Və bu da deməli müəyyən bir V sürəti ilə hərəkət edən cismin deməli kinetik enerji dəyişməsinə bərabərliyi. Deməli hörmətli deməli istər tələbə olsun, istər müəllim olsun, fizikaya kim olsun həvəsi olan hər kəs ümid edirəm bu videodan deməli maraqlı şeylər öyrənmişdir. Ümid edirəm hər biriniz deməli ali fizikanın incəliklərini öyrənməyə meyil göstərəsiniz. Ali fizika çox gözəl bir hissədir. Bizim öyrəndiyimiz fizika yenə deyirəm çox kiçik bir hissəsidir fizikanın. Ona görə də daima deməli oxuyun, deməli araşdırın. Özünüzə yaxşı baxın. Bundan sonraki deməli izahlarda birazcık yenə imtahan az qalıb. Ona görə də deməli tələbələrə dəstək olaraqdan
Bir-iki dənə də daha mövzu izah çəkmək istəyirəm. Mövzu izahından sonra isə deməli artıq ya bir həftə ya 2 həftə sonra ola bilsin ki, bir ali fizikadan daha bir video deməli sizlərə çəkim. Baxaq. Vəziyyətə görə ya baxmaq olar. Həftə sonu bu arada deməli həftə sonu idi. Səhv etmirəmsə 1-ci və 4-cü qrupların imtahanıdır. Deməli hər birinizə uğurlar arzu edirəm. Hər birinizə bol-bol şans deməli arzu edirəm və diləyirəm. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.